ətin, heyvan və quş cəmdəklərinin, başqa ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq. 32 gün.az məlumat verir ki, bu haqda baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun, ətin, heyvan və quş cəmdəklərinin digər məhsulların üzərində nişan qoyulması qaydalarında dəyişiklik olunması haqqında Baş nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilib. Qərara əsasən ət və ət məhsullarının, həmçinin başqa heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər. İmişli rayonunda toyda zəhərlənənlərin sayı isə 53 nəfərə çatıb. Oxu Esazın sorğusuna cavab olaraq təbibdən qeyd edilib ki, sentyabrın 24 saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər, 4-ü uşaq olmaqla, 21 kişi, 3-ü uşaq olmaqla, 32-si qadın cinsli, İmişli rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Onlara qeyri-infeksion, enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Toyuqlu pizza. Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər, kişi cinsli, iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.